Salam dəyərli izləyicilər, mən eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı. Bu gün də maraqlı bir mövzu ilə qarşınıza gəlmişik. İzləyicilərin mənə ünvanladıqları, ən çox soruşduğu sual haqqında, daha doğrusu suallar haqqında, ən vacibi, ən önəmlisi haqqında məlumat vermək istəyirəm. Resiverli cihazla buynuzlu cihaz arasında fərq, məsləhət hansı cihazdır, hansı cihazdan istifadə etməliyəm və bunlar arasındakı ən önəmli fərqlər nələrdir? Onlar haqqında və mənfi müsbət cəhətləri haqqında məlumat vermək istəyirəm. İlk öncə başlayaq resiverli cihaz. El arasında biz audioloqlar arasında, mütəxəssislər arasında simli cihaz kimi, yəni resiverli cihazdan başlamaq istəyirəm. Estetik olaraq qulaqda diqqət çəkməsə də, görünməsə də və pasientlər ən çox bu cihazlara yönəlsə də, resiveri qulaq içinə daxil olduğuna görə bu cihazlarda sıradan çıxma tez-tez baş verə bilər. Qulaq kirli olduğu müddətdə, qulaq təmizlənmədiyi müddətdə, eşitmə cihazına doğru düzgün baxım olmadığı müddətdə resiverli cihaz tez sıradan çıxa bilər. Bu da pasientin günlərlə eşitmə cihazını təmirə göndərib gözləməsi ilə nəticələnə bilər və düzgün istifadədən çox, daha doğrusu düzgün saxlamaqdan, düzgün qulluq göstərməkdən çox bu cihazlar düzgün taxılıb çıxarılmadıqda da sıradan çıxa bilər. Bu təbii ki, şəkillər vasitəsilə indi sizə göstəriləcək. Əgər cihazı qulaq arxasından tutub dartırıqsa, eşitmə cihazının resiveri tez sıradan çıxa bilər. Bu da təmir zamanı əlavə ödəniş, əlavə xərclərə gətirib çıxara bilər və resiverli eşitmə cihazının yüngül, orta və orta ağır dərəcəli eşitmə itkilərində uyğun olduğunu söyləyə bilərəm və uşaqlar üçün də uyğun olmadığını deyə bilərəm. Bəzən valideynlər 8, 9, 10, 11, 12 yaşında uşaqlarına resiverli cihaz deyə yaxınlaşırlar, müraciət edirlər, amma bizim ən öncə deyəcəyimiz onlara şey olur ki, resiverli cihazlar uşaqlar daim dinamik hərəkətdədir deyənə daha çox baxım tələb eləyir. İstifadəsi daha çox biraz buynuzlu cihaza çətin olduğuna görə biz onları məsləhət görmürük. Buynuzlu cihazlara yönləndiririk. Gələk buynuzlu cihazlara. Buynuzlu, yəni borulu, yumuşaq silikon qəliblə və yaxud sərt materialdan qəliblə hazırlanıb istifadə olunan cihazlara. Bu cihazlar nəinki yüngül, orta, ağır və çox ağır dərəcəli eşitmə itkilərində də istifadə oluna bilər. Resiveri cihazın içində olduğuna görə bu cihazlar tərə, suya, toza 2 qat daha davamlı və daha dözümlü olurlar. Ən çox pediatrik eşitmə cihazlarında, yəni uşaqlarda və yaşlı adamlarda daha çox tövsiyə eləyə biləcəyimiz eşitmə cihazlarıdır. Bu cihazın baxımı da resiverli cihaza nəzərən daha asandır. Nəzərə alsaq ki, qulağın içinə keçən hissə rezindəndir, silikon materialdandır. Hər gün bizim təqdim elədiyimiz, bizim sizə məsləhət gördüyümüz florgeksidin tərkibli salfetlərdən istifadə eləsək, 3 aydan bir borunu dəyişsək, bu kifayət edir. Amma resiverli cihazlarda filtrin arxa tərəfinə çir keçdiyi halda, düzgün qulluq olunmadığı halda resiver sıradan çıxa bilər. Resiverlə borunun arasında təxminən 10 dəfəyə yaxın qiymət fərqi var. Ona görə də əgər estetik qayğınız yoxdursa, cihaz estetik olsun, cihaz görünməz olsun, bu kimi narahatçılıqlarınız yoxdursa, mən həm yaşlılara, həm orta yaş qrupuna, həm də pediatrik eşitmə cihazı, yəni uşaqlara məsləhətim buynuzlu eşitmə cihazıdır. Amma düzgün qulluq, düzgün baxım eləyəcəksinizsə, düzgün şəkildə istifadə eləyəcəksinizsə, resiverli cihazlardan məsləhət görürəm. Amma ümumilikdə dözümlülüyə görə ən yaxşı, ən rahat cihaz buynuzlu eşitmə cihazlarıdır. Buna görə də audioloqunuzla, eşitmə cihazları üzrə mütəxəssisinizlə məsləhətləşdiyiniz zaman çalışın həm də onun dediklərinə əməl eləyəsiniz. Yəni onun məsləhətlərinə, onun təkliflərinə də qulaq asasınız. Çünki əgər sizə resiverli cihaz uyğun görülmürsə, bu o deməkdir ki, alsanız belə bu bir müddət sonra sizi incidəcək, sizi narahat eləyəcək. Taxıb çıxartmaqda problemlər yaradacaq. Ona görə də buynuzlu eşitmə cihazı istifadə edərək eşitmənizi üzə qaldıra bilərsiniz. Eşitmə cihazları haqqında məsləhət almaq istəyirsinizsə, eşitmə cihazı əldə etmək istəyirsinizsə, eşitmə cihazı test eləmək istəyirsinizsə, mərkəzlərimizə yaxınlaşaraq ödənişsiz şəkildə bu məsləhətlərdən yararlana bilərsiniz. Eşitmə cihazını
test edə bilərsiniz, səsinə qulaq asa bilərsiniz. Referans eşitmə mərkəzi Gəncə şəhərində və Bakı şəhərində Lor Hospitalının tərkibində, bir də Əhmədlidə referans poliklinikanın içərisində fəaliyyət göstərir. Bu mərkəzlərimizə yaxınlaşaraq cihazları bizdən rahatlıqla əldə edə bilərsiniz. Sizinlə mən idim, eşitmə cihazları üzrə mütəxəssis Samir Bağırlı. Əgər videonu bəyəndinizsə, bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun, gələn videolarda görüşənədək.